Salam, xoş gördük, əziz və hörmətli tamaşaçılar. Kriminal efirdədir. Əsəbi zəif olanları və uşaqları televizorun qarşısından uzaqlaşdırır. Mənlik bir şey yoxdur, sizə görə deyirəm. Sonra liş-liş şeyləri ekrana atırsınız. Olsa mənim sifətimə dəymir. Gedib özünüzə təzə televizor alırsınız. İndi isə keçid alırıq ən ağla çıxmaz olaylara. Belə ki, Salyandakı kəndlərin birində doğma qardaş öz sevgilisinin Amerikada təhsil almasına qarşı çıxmış. Nəticədə hisslənərək evdən çıxmış, sonra isə öz kəndisinin üstünə çıxmışdır. Hadisə haqqında daha ətraflı sujetimizdə. Tərəfimizdən aparılan əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Gülməmmədov Traktor Lapetoğlu öz həmkəndisi və qonşusu Hüseynov Namidar Barxudar oğlunu bıçaqla ağır xəsarətlər yetirmişdir. Namidar üzərinə baxış keçirilərkən məlum olmuşdur ki, elə bir ki, bu qarnının ön divarının dərindən nüfuz edən kəsilmiş, deşilmiş yarası və döş qəfəsinin elə bir arxa hissədə, arxa səthində boşluğa nüfuz edən kəsilmiş, deşilmiş yaraları aşkar edilmişdir. Müəyyən etmişik ki, qonşuların mübahisəsinin qızın Amerikada oxumağına elə bir ki, heç bir dəxli yoxdur. Ona görə də elə bir ki, o sevgilisini bıraxdıq, amma o qədəni saxlamışıq bölmədə, elə bir incidəcəyik. Mən evdə əsəbləşdim, çıxdım yolabı Doqqazın ağzına. Namidar da o qonşum mənim bazarda bu toğuz eşinə baxırdı. Mən də o vaxtı 2 dənə bundan xoruz alıb atmışdım həyətə ki, bu toğlar qorxmasınlar. Nəysə bu mənə gördü, mənə görən kimi qışqırdı ki, ekskavator. Fəqət xoruzların pılını çatdı, bu ruski yazısını gedək də. Mən də bu ekskavator deməki xoşuma gəlmədi. Bəlkə mən rəhmətlik traktor adını qoyub, təzdən mən ekskavator deməki elə bir özümdən çıxartdım. Mən buna qayıtdım ki, ya nervinli dənə, əsəbiyəm başqa söhbətə görə. Bu təzdən mənə dirəndi. Elə mənə qayıtdı ki, xoruzların elə bil də, deyir, Petoxa dengidə, Yesli Sevodniya hoşum gəlməsə, mənə qayıtdı. Girəcəm və həyat üzrən götürəcəm o xoruzları da, bunu deməqindən. Mən izah eləyəm, axı fikrim, mən Rusca zəifəm. Qaldım ki, Namidar, sən yekəcahılsan dənə, sən mənlə Petok söhbət eləyirsən, bu eləmə dənə mənlə eləmə, başqası ilə eləməklə. Nəysə, bunu tutaşdıq, bu mənə bıçaq çıxartdım. Nəşə peşman deyirəm ya, sən olsun peşman olmazsan, o boyda gedəni götürdüm bıçaqla, üzün yazıq elədim, daha iş saatını qoymayacam o mən. Ağlam hə? Kim ağlayır ya, sizə öz bir dənə deməyirəm, heç kim ağlamır burada, heç kimi etməyəcəm, borçdun ha. Kədəpəydə çox qeyri-adi cinayət hadisəsi baş vermişdir. Belə ki, yenidən evlənmək üçün öz arvadını qıdıqlamaq və qıdıqlayaraq öldürmək qərarına gəlmişdir. Və nəticədə qıdıqlayaraq arvadını öldürmüşdür. Hadisə haqqında daha ətraflı sujetimizdə. Tərəfimizdən aparılan ilkin qaqaşımızda axı. Tərəfimizdən aparılan ilkin ekspertizanın rəyinə əsasən müəyyən olunmuşdur ki, öz arvadının qarın boşluğunun çöl hissəsindən 47-49 dəfə, yan böyrəyin üst hissəsindən 12-16 dəfə və sinəsinin arxa hissəsinin ön ortasının sağ tərəfindən dəfələrlə qıdıqlayaraq qətlə yetirilmişdir. Tərəfimizdən aparılan əməliyyat axtarış tədbirlərinin nəticəsində və arvadı qonşuların şikayətinə əsasən elə bir ki, hadisə yerində yaxalanmışdır. Kişini istizlərlə həbs eləyərək bölməyə gətirmişik. Arvadın isə vəziyyəti hələ ki, reanimasiya nəticələrindən sonra məlum olacaq. Elə bir ki, arvada bir şey olsa elə bir ki, kişini bəlkə incidəcəyəm. Bildin? Bununla da verilişimiz sona çatdı. Çalışın, cinayətdən və cinayətkardan uzaq olun ki, gələn həftə mənim verilişimin dırnaq arası qəhrəmanına çevrilmeyin. Dedim. Olur belə şeylər.